Novruz bayramı baharın gəlişini, təbiətin oyanışını və yeni başlanğıcları simvolizə edən ən qədim bayramlarımızdan biridir. Əsrlərdir bu bayram insanları bir araya toplayır, evlərə sevinç və ümid gətirir. Onların hekayəsinin bu xüsusi buraxılışında Novruzun yaratdığı həmin hisslərə birlikdə nəzər salacağıq. Novruz şirniyyatlarımızdandır. Adətlərimizi unutmayın. Novruz hər kəsin yaddaşında fərqli xatirələrlə yaşayır. Bu bayram bəziləri üçün uşaqlıq illərinin ən parlaq anları, bəziləri üçün isə ailə ilə birlikdə keçirilən ən dəyərli günlərdir. İllər keçsə də bu xatirələr öz istiliyini qoruyub saxlayır. Novruz mənim üçün baharın gəlişi, yenilənmə və bolluq rəmzidir. Çox sevincli bir bayramdır. Ən çox uşaq vaxtı ailə ilə birlikdə süfrə hazırlamağımızı və tonqalın ətrafında yığışmağımızı xatırlayır. Novruz bayramı Azərbaycanın çox qədim adət-ənənələrini özündə əks etdirir. Mənim üçün də nə deməkdir? Yəni uşaqlıqda ancaq yadıma gəlir ki, ailələr yığılırdı, şirniyyatlar hazırlanırdı. Birlik, bərabərlik deməkdir. Ümumiyyətlə qohum-əqrəbə bir-birinə qonaq gedirdi. Birlik deməkdir də, ailələrin bir-birinə pay verməyi filan, onlar yadıma gəlir ancaq. Novruz mənim üçün yenilənmə, baharın gəlişi və ən əsasda uşaqlıq xatirələrim deməkdir. Novruz bayramı əslində mənim üçün yeni günün, yeni ilin başlanğıcıdır. Niyə? Çünki qış dövründə insanlar daha çox evlərinə qapanıblar, gözləyiblər ki, havalar isinsin və əkin xüsusilə sahəsinə məşğul olanlar əkinlərin əksinlər və yeni, həm də mənim üçün yay və yazın gəlişi daha çox sevirəm yayı və yazı. Bu səbəbdən mənim üçün xüsusi önəm daşıyır. Novruz mənim üçün sadəcə bir adi bayram deyil. O yenilənmə, ümid, təzə başlanğıclar deməkdir. Novruz bayramı bizə ulu əcdadlarımızdan bugünə qədər gəlib qorunub saxlanılan bir bayramdır. Novruz bayramı bizi birləşdirir, həmrəy edir. Mən və ailəm hər il Novruz bayramını böyük sevinclə qeyd edirik. Novruz bayramı mənim üçün yeni başlanğıclar, doğmalarla bir araya gəlmək və sevincləri paylaşmaq deməkdir. Novruzu xüsusi edən onun zəngin adət-ənənələridir. Papaq atdı, tonqal qalamaq, qapı pusmaq kimi ənənələr əsrlərdir davam edir və bu bayramın ruhunu yaşadır. Bu adətlər insanların yaddaşında ən canlı və ən səmimi anlar kimi qalır. Novruzla bağlı ən çox xatırlanan elə Novruzun adətləridir. Həm böyüklərin piş-düş eləməyi, paxlava, şəkərbura, qoğalın və s. bişirilməyi və eyni zamanda uşaqların sevincidir həm də Novruz bayramı, uşaqların papaq atmağı, tonqal ətrafında əylənməyi və eləcə də böyüklərin təbii ki. Bəli, demək olar ki, mən bütün adət-ənənələrdə iştirak eləmişəm. Ən sevdiyim də tonqal üstündən oplanmaqdır. Çünki insanın ağırlığı, yükü, hər bir şey o tonqalın üstündən oplandıqdan sonra geridə qalır. Eyni zamanda tonqal üstündən oplanmaq çox həyəcanlı və çox simvolik bir şeydir bu Novruz bayramı üçün. Tonqaldan başqa eyni zamanda papaq atmaq. Papaq atmağı da çox sevirdim, qapı pusmağı çox sevirdim. Uşaqlarla bir yerdə yığışıb gedib papaq atmaq, o dadlı şirniyyatları yığmaq, çox həyəcanlı bir şəkildə görəsən kimlə qoyacaq düşüncəsi, görəsən tutula biləcəyikmi, bizi görə biləcəklərmi düşüncəsi. Bunlar da çox maraqlı idi. Bəli, bu adətlərdə iştirak edirdim. Papaq atdı daha maraqlı və əyləncəli idi. Çünki həmişə maraqlı idi ki, papağın içində nə qoyacaqlar. Həmçinin papaq atan uşaqların da papaqlarına həmişə şirniyyat və dadlı şeylər qoyurduq. Bu bayramın ən xoş anlarından biri idi. Tonqal üzərindən tullanırıq, uşaqlar papaq atır, süfrədə səməni qoyuruq və Novruz şirniyyatlarından şəkərbura, paxlava, qoğalı heç bir zaman süfrəmizdən əksik etmir. Novruz bayramının bütün adət-ənənələrini sevirəm və iştirak edirəm. Mənim üçün ən maraqlısı qapı pusma və tonqaldan tullanmaq. İnanıram ki, qapı pusmada nə işləyəcəmsə, gələcək həyatımda mənim üçün müsbət və yaxud da mənfi təsirlər olunacaq. Əlbəttə eləmişəm. Hətta keçən ilə qədər də papaq atmışam.
Maraqlıdır sadəcə, yəni nəyisə görə yox, mənim üçün bir yəni evdə sıxılırdım. Durub getdim, papaq atdım. Qulaq da busmuşam, 1-2 dəfə qulaq falına da çıxmışam. O da lap universitet vaxtı olub. Amma bir dəfə qulaq falına çıxmışam. Onda da düz olub və bir şey eşitmişdim. O da düz yozuldu və həmin şey alındı. Ondan sonra artıq qulaq falına çıxmıram çünki qorxuram eşidəcəyim şeylərdən. Tonqaldan da o adətdə sevirəm. Əvvəl bizdə həyətdə həmişə böyük tonqal qalanırdı. Biz həmişə düşürdüm həyətə, baxırdım. Tonqaldan da atlanmışam. Yəni olub, sevdiyim adətlərdəndir. Uşaqlıqda bahar gəlişi ilə bağlı sevinci, çiçəklərin açılmasını və evin rəngarəng hazırlanmasını xatırlayıram. Tonqal üstündən tullanmaq adətini həmişə çox sevmişəm. Bu biraz həm qorxulu, həm də əyləncəlidir. Uşaqlıqda dostlarımla bir araya gələrək tonqalın yanında olmaq həmişə məni çox sevindirirdi. Həmçinin papaq atmaq adəti də mənə həmişə maraqlı gəlirdi. Onların sevinci həqiqətən də unudulmazdı. Novruz süfrəsi isə bolluğun və bərəkətin simvoludur. Paxlava, şəkərbura, badambura kimi şirniyyatlar bu bayramın ayrılmaz hissəsidir. Hər biri öz dadı ilə yanaşı, eyni zamanda bir ənənəni və dəyəri təmsil edir. Novruzda xonçanın içində olan bütün yeməklərdən dadmağı sevirəm. Novruz xüsusilə şirniyyatların daha çox yeyildiyi bir bayramdır. Əslində bütün şirniyyatları sevirəm. Mən şirniyyat çox sevənəm və buna görə də çəki artırmaqla bağlı problemim olur. Daha doğrusu çəki atmaqla bağlı problemim olur. Badamburanı da sevirəm, şəkərburanı da, amma onlar məndən inciməz. Mən paxlavanı daha çox sevirəm. Mən ən çox paxlavanı sevirəm. Onun o şərbəti, o qozlu dadı, üstündəki o gözəl naxışı, yəni hər bir şey mənə çox fərqli bir dad və hər kəsdən fərqləndiyimizin sübutudur. Təbii ki, şəkərburanı da sevirəm. Əsasən də təzə bişəndə, o isti-isti olanda, o qoxusu, o təravətli qoxusu. Amma qiyaslanmağa qalsam, mən paxlavanı daha çox. Amma Novruz süfrəsində hərəsinin öz yeri var. Novruz süfrəsində ən çox paxlavanı sevirəm. Həm dadı, həm də bayram süfrəsinin əsas simvollarından biri olması onu özəl edir. Şirniyyatlarını mən çox sevirəm. Adətən həmişə yarışlarda olduğum zaman da öz xonçam olur və ən əsas içində paxlava olur. Paxlavanı çox sevirəm. Təbii ki, Novruz şirniyyatları hamısı çox dadlıdır. Mənim anam da çox gözəl bişirir şirniyyatları. Amma mənim ən sevdiyim şirniyyat elə paxlavadır. Novruz bayramında mənim ən çox sevdiyim şirniyyat paxlava və şəkərburadır. Üstəlik şəkərburanın hazırlanması da bir ənənə olaraq xüsusi dəyərlidir. Novruz axşamları ailə ilə birlikdə keçirilən ən xüsusi anlardandır. Süfrə ətrafında toplaşmaq, şamlar yandırmaq və birlikdə vaxt keçirmək bu bayramın əsas ruhunu formalaşdırır. Bu ənənələr ailə bağlarını daha da gücləndirir. Ailəmizdə, məncə bütün ailələrdə belədir, ya da əksər ailələrdə də həm son çərşənbədə, yəni torpaq çərşənbəsində, həm də Novruzda, həm martın 20-si, həm 21-də bizdə ailədə belə bir ənənə var idi ki, şam yandırılır, evdəki sakinlərin sayı qədər və bir şam artıq yandırılır və o şam yananda gərək hamı masa arxasında otursun, şamın bitməyinə qədər onu gözləyirdik, ondan sonra hər istədiyi yerə gedə bilərdi, istədiyi yerdə əyləşə bilərdi. Belə. Novruz axşamları bütün ailənin masa arxasında bir yerdə əyləşmək ən əsas ənənəmizdir. Hər kəs bir araya gəlirdi, şamlar yandırırdı, dualar edirdi. Hətta o rəngbərəng şamlardan hərə öz üçün bir rəng seçirdi. Qırmızı mənimdir, bənövşəyi sənindir və elə daha maraqlı, daha əyləncəli olurdu. Novruz axşamları bizdə ən gözəl ənənə ailə ilə birlikdə süfrə başında yığışmaq idi. Hamı bir araya gəlirdi və birlikdə xoş vaxt keçirirdi. Novruz axşamları ailə ilə bir süfrənin arxasında əyləşmək, vaxt keçirmək və şam yandırmaq bizim üçün Novruz adət-ənənələrindən biri sayılır. Belə ailəvi xüsusi bir adətimiz yox idi, amma biz həmişə ailənin adından şam yandırmışıq. Belə. Novruz axşamları biz ailəvi olaraq süfrə açıb, oturub, qonaqlıqlar edərdik və həmçinin bir-birimizə xeyir-dualar edərdik. Həqiqətən də bu anlar mənim üçün ailə bağlarını daha da möhkəmləndirirdi. Uşaqlıqda yaşanan Novruz isə yaddaşlarda daha rəngli və daha canlı qalır. Tonqal ətrafında toplaşmaq, bayramı günlərlə gözləmək uşaqlıq Novruzunun ən yadda qalan tərəflərindəndir.
uşaq vaxtı etdiyimiz hərəkətlər indi etmək olmur təəssüf ki. Məsələn, mən uşaq vaxtı gedirdim tonqal qalamaq üçün gedirdik, taxta axtarırdıq, odun axtarırdıq ki, onu qalayıb. Bilməm, indi şəhər mərkəzində əslində tapmaq olmur, yəqin ki, bu taxtaları. Bəlkə şəhər ətrafında bu mümkündür daha çox. Amma uşaqlara aşılamağa çalışıram, həm papaq atma adətini, həm də tonqal qalama və bunun üçün uşaqlara da öyrədirəm ki, deyirəm, bəs əvvəllər, daha doğrusu başa salıram ki, əvvəllər biz gedirdik tonqal üçün taxta axtarırdıq və təbii ki, uşaqlara daha çox Novruzun ənənələri, Novruzdakı o personajlardır, Kosadır, Keçəldir, Bahar qızıdır. Bunların hamısını aşılamağa çalışıram ki, boy milli bayramımızı yaxşı öyrənsinlər. Açığı indiki Novruz bayramı uşaqlıqdakı kimi səmimi deyil. O vaxtki kimi hiss elətdirmir. Çünki o zaman hər şey daha fərqli idi, daha fərqli düşüncədə idi, daha həyəcanlı idi. Amma hal-hazırda o həyəcan qalmayıb. Amma böyüdükcə məsuliyyətlərimiz artır. Amma yenə də çalışırıq ki, o ailə səmimiyyətini, ailə saadətini bir yerdə saxlayaq və hər bayram axşamları bərabər o süfrə başında əyləşək. İndi idmanla məşğul olduğum üçün bəzən yarışlar və məşqlər səbəbilə bəlkə kimi qeyd etmək olmur. Amma nə olsa da Novruzun ruhunu hiss etməyə çalışıram. Mənim ən sevdiyim bayram Novruz bayramıdır. Düzdür, uşaqlıqdakı kimi keçirdə bilməsəm də bu havanı həmişə qorumağa çalışıram. Uşaqlıq xatirələri heç vaxt əksilməməlidir. Təbii ki, fərqi var. Elə uşaq, bəlkə də mən özüm böyümüşəm, artıq uşaq deyiləm, bəlkə də ona görədir. Amma mənə elə gəlir ki, o dövrlə indiki dövr arasında çox böyük fərq var. Elə adicə bir tonqal qalamaq olsun. Həyətimiz əvvəl təmir olunmamışdı, yəni adi bir həyət idi. Orada çox böyük tonqal qalanırdı. Bütün həyətdə, yəni binanın adamları düşürdü, mən də düşürdüm. Həyətdə tonqala baxırdıq və tonqal sönənə yaxın üstündən atlanırdıq. Amma indi təmir olunub və tonqal qalmağa icazə yoxdur və biz heç tonqal da görməmişəm. Heç mən bu bayram tonqal görməmişəm demək olar ki, və artıq yəni adət-ənənəni də icra eləyə bilmirəm. Yəni fərq çoxdur, bəli, təəssüflər olsun ki. Uşaqlıqdakı kimi qeyd etmək doğrudan da çox çətindir. Çünki mən başqa ölkədə yaşayıram, ailəmdən, sevdiklərimdən, ölkəmdən uzaqdayam. Bayramı qeyd edə bilmirəm. Çox istəyərdim ki, Novruz bayramında evdə olum, sevdiklərimlə bir yerdə bayramı qeyd edim. Sağlam bədəndə sağlam ruh olur. İdman sağlamlıqdır. Bəhrəsi bal kimidir. İdman hamı üçündür. Bayrağımızı qaldırıb himnimizi səsləndiririk. Əngəlləri aşırıq. Novruz yalnız keçmişi xatırlamaq deyil, həm də yenilənmək və yeni başlanğıclara addım atmaq deməkdir. Bu bayram insanlara daxili motivasiya verir, dəyişmək və daha yaxşıya doğru irəliləmək hissini gücləndirir. Əslində, hər yeni il insan özünə yeni arzular arzulayır, yeni hədəflər qoyur qarşısına. Bəzilərində bu hədəf uzun illər davam eləyir, ta o hədəfə çatana kimi bu arzular. Mənim üçün də daha irəliyə getmək, daha yaxşı yerdə olmaq, indi olduğum yerdən məmnunam əlbəttə ki, amma deyirlər ki, general olmağı istəməyən əskər sayıla bilməz. Mən də daha yaxşı yerdə, daha irəli hədəflərdə olmaq istəyirəm. Bu il ən əsas məqsədim öz üzərində daha çox işləməkdir. Həm şəxsi inkişaf baxımından, həm mənəvi baxımdan daha da ilərləməkdir. Mən daha sakit, daha güclü və daha məqsədli insan olmaq istəyirəm. Həmçinin yaxınlarımla, dostlarımla da ən əsası ailəmlə daha çox vaxt keçirmək istəyirəm. Bu il üçün əsas məqsədim idmanda daha böyük uğurlar qazanmaq, ölkəmi beynəlxalq arenalarda layiqincə təmsil etmək və daim öz üzərində işləmək. İdmançının ən böyük məqsədi onun yarışlarda medalla qayıtmaq ola bilər. Mənim də bu il ən böyük məqsədim Avropa çempionatında çempion olmaqdır və gələcəkdə karyeramın böyük addımlar atmaqdır. Özümə bu il ən əsas can sağlığı arzu edirəm və öz işlərimdə, karyeramda yüksəliş, uğurlar arzu edirəm, təbii ki. Bu il qarşıma yeni məqsədlər qoymuşam. Təbii ki, mənim məqsədlərim futbol karyeramla bağlı olar. Mən çox istəyirəm ki, futbol karyeramda daha yüksəklərə qalxım, daha tanınmış futbolçu olum. Hal-hazırda Almaniyada oynayıram, Hamburg klubunda. Çox istəyirəm ki, Almaniyada gözəl yadda qalım.
Məqsədlərim dünyanın ən tanınmış futbolçularından biri olmaqdır. Ölkəmizi, bayrağımızı yüksəklərə qaldırmaqdır. Ölkəmizi tanıtmaqdır. Çox istəyirəm ki, top ölkələrdən olan böyük klublarda oynayım və inşallah ki, mən inanıram özümə ki, məqsədlərimə çatacağam. Novruz bu gün də insanları bir araya gətirən, ürəkləri yaxşılaşdıran xüsusi bir bayramdır. Bu günlərdə hər kəs bir-birinə xoş sözlər deyir, ən səmimi arzularını paylaşır. Bayramın yaratdığı bu isti ab-hava ümidləri daha da gücləndirir və gələcəyə inam verir. Bu ab-hava içində səslənən arzular isə Novruzun ən dəyərli hissəsinə çevrilir. Bütün xalqımızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər kəsə can sağlığı, xoşbəxtlik və evlərinə bol ruzi bərəkət arzulayıram. Bayramınız mübarək. Əvvəlcə təbrik edirəm əlbəttə ki, Novruz bayramlarını, həm də bizim üçün bu yeni ildir. Yeni illərini təbrik edirəm və təbii ki, Ramazan bayramlarını da təbrik edirəm. Novruzda yalnız ən çox təbii ki, insanlara can sağlığı, bu çox önəmlidir və əlbəttə bunun fonunda onların xoşbəxt yaşamağı, firavan yaşamağını və arzuladıkları bütün xoş arzulara çatmaqlarını arzulayıram. Hamıya arzum budur ki, Novruz hər evə sevinç, xoşbəxtlik və ruzi gətirsin. Hər kəsin Novruz bayramını təbrik edirəm. Mən də öz növbəmdə həm CBC Sport əməkdaşlarını, CBC Sport izləyicilərini, həm bütün Azərbaycan xalqını bu gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Xalqımıza hər zaman əmin-amanlıq olsun, süfrələriniz bol olsun. Novruz bayramınız mübarək. Sülh, sağlamlıq və bol nemətlər arzulayıram. Bayramınız mübarək olsun, hər gününüz sevinç və xoşbəxtliklərlə dolu olsun və Novruzunuz bərəkətli və düşərli olsun. Bayramınız mübarək. Bu gözəl Novruz bayramında mən əziz xalqıma can sağlığı, uzun ömür, sülh və əmin-amanlıq içində yaşamağı arzu edirəm. Novruz bayramınız mübarək olsun. Arzum odur ki, bu Novruz tonqallar tək həyətlərdə yox, eyni zamanda insanların içində də yansın. Bir ümid kimi, bir sevinç kimi. Kim ürəyində nəyi gizlədibsə bu bayramda biraz da yüngülləşsin. Küslər barışsın, yorulanlar biraz nəfəs alsın. Süfrələr bol olsun, amma ən əsası o süfrələr ardında bərabər olan bütün insanlar bir-birinin qədrini bilsinlər. Və qoy bu Novruz insanların həyatına kiçik də olsa yaxşı bir dəyişikliklər gətirsin. Bəzən insanın bütün hekayəsini dəyişən də elə o kiçik şeylər olur. Bayramınız mübarək. Novruz bayramınız mübarək. Onların hekayəsinin xüsusi Novruz buraxılışında bayramın insan həyatındakı yerini və yaratdığı duyğuları birlikdə hiss etdik. Arzu edirik ki, bu Novruz hər birinizə sevinç, rahatlıq və yeni başlanğıclar gətirsin. Novruz bayramınız mübarək.